Necəsiz inşallah. Necəsiz? Yaxşısınız da. Əziz tamaşaçılar, selamünaleyküm. Salam ərz edirəm xidmətçilərə. Mehriban Allahın adı ilə bu gün başlayırıq. Gəlmişik Beşir kəndinə. Hə, Beşir kəndinə. Hə, Beşir kəndinə gəlmişik. Heris Şəhəristana tabi olan bir kənddir. Bu gün inşallah bu kənddən xidmətçisi olacaq. Dağlıq bir kənddir. Sərin havalı kənddir inşallah. Siz də bizimlə bir gün yol bir olun. İnşallah görək ki, bu kəndin əhalisi nə edir, nə eləmir, zində canlıqları necə soğuşur, xidmətsiz olaq. Gəlin. Bəli, əziz tamaşaçılarımız odur ki, görürsə bir dənə bərq itirirdi. Bu bir dənə bərq itirirdi. 3 dənə saati vardı. Bunlar da təzə modeldir da evlərə də çəkmirlər elə hər bərqi. Ki var bu cür yapışdırırlar dirəkləri 3 dənə uşaqdır. Məsələn, görürsən dədəsi deyəndə ki, kartuna baxma deyir yoxdur. Gəlir buradan bunu bu cür çəkir çıxardır, ondan sonra kollu kəndi bərqi gedir. Hay salırlar o yana bu yana bərqi gəlir, sonra bunu vurur bura. Hə, bu tutar, qallıq yamxır. Getdi. Hər halda, bəli üst-üstə xətərin açıqdır. Əziz dostlar, əziz məhsullar. Kəndin uşaqları öz bilirsiniz, biyyətcə zirənci olarlar, atsa da şuluqluqları olar. Görürsən, məsələn, çıxırlar indüstriyanın, birini atır bura, birini bura, birini bura atanda o da tutur. Tutmağı sizin əlinizdə, dəmmə boşlamağı Allahın əlindədir. Ha, da bu yana tutsa, qurusa, şuxluğu yox. İnşallah məhsullar gəlsin də bunlara bir çarə eləsin. Hətta əgər yapışdırsın da bura. Birin bura, birin bura, birin də bura. Yer olur. Selamünaleyküm. Yaxçısınız? Şefiz yat. Gəlin görün uşaqlar. Mədrəsədən gəlin. Bəli. Əziz tamaşaçılarımız. Uşaqlar şefiz bunu saxla görün. Bir dəqiqə bunu saxla. Bunu da saxla. Uşaqlar yaxçısınız. Mədrəsədən gəlirsiniz? Uşaqlar. Nə cürdür? Mədrəsəsin mən görəm yeşikdən yaxçıdır. İçərisinin istisi nə cürdür? Yaxçıdır. Pış neçə gündür gəlib? 2 həftədə dalar. 2 həftədir pışlandı. Hə, nə qədir? 2. Nə qədir? Oğlan düz deyir. Cəc bura. Cəc bura. Neçə gündür pış gəlib? 3 gün zatdır. 3 gündür yandırırsınız. Gəl bura. Bərəş. Bunu bir təsbiq elən. Dürüstgər insandır. Dürüstgər insan həmişə təsbiq elən. Yaxşı. Bu 3 gündə onlara sizə kim dedi denən 2 həftədir pış yandırırlar? Oradan dedilər. Yox, 2 həftədir. 2 həftədir. 2 həftədir yandırırıq. Bəsən deyirsən 2 gündür, hə? Hə? Yox. Qızlar, neçə gündür pış yandırırsınız mədrəsədə? Neçə gündür? 1-2 gün olur. Yox, 1-2 gündür. Hər halda 4 gündür ki, mədrəsənin pıncı gəlib. O da illəti budur ki, çünki mədrəsələrdə qadağandır. Nəf pışları yandırmaq qadağandır. Karburat pış gərək yandırırsan. Bilmirəm, onlar da bir cür pışdır. Ona görə bu uşaqlar hələ bu zamanacan bir həftədir. Orada üşümürdünüz orada soyuqda. Əvvəllər üşürdük, pış gələndən sonra da üşürdük. Hə? Pıncı ondan düşürdünüz. Soyuqda dərs oxuyurdunuz. Yox. Hər halda işimiz yox. Mənim həqiqət xahişim budur ki, bu əziz məhsulluğu, namusu pərvərişlər, vaqiət budur ki, həqiqət yaxçıdır. Yaxçı. Məsələn, biz sizə edib bir dənə mədrəsiyə, oranın müşkülünü görsədirik. Yaxçı. Oranın müşkülünü görsədirik, şayət sizin əlinizdə bir imkan yoxdur. Məsələn, o müşkülü həll eləyə bilirsiniz. Bir dənə xəyyirdir. Çıxır qabağa, televizyondan görür. Yaxçı, deyirəm, filan kəndin mədrəsəsinin isti müşkülü mənim öhdəmə. Ona mən istəyirəm 5 dənə pınc alam. Ya məsələn, oranın dəstgürləri məsələn mən istəyirəm təmir edeyim. Baxın bir, şayət sizə məsələn deyirsiniz, yox istəmirik görsün. Bəli, birinci günah iş görürsünüz. Günah iş görürsünüz. Yəni bu uşaqların siz haqqı neyinirsiniz? İstəyirsiniz ki, cizlədəsiniz. Bu iş günahdır. Yəni o dünyada hamınız cavab verəcəksiniz. Ağır vəsail uşaqların kefinə qoymayın. Elə 2-3 dənə xətt dəftərindən zadından qoyun orada. Geçsinlər mədrəsə rahat aparsın, rahat gəlsinlər. Sabahlar bellər zadərlər, yazıq da. Qalarlar xatiyə. Yat. Uşaqlar. Hə? Billah almaz. Yazıq da nəzərin deyir də. Bax ora, bir də de, eşitsin. Nə mənədir? Billah almaz. Hə. Qəşəng deyir. Bu da qəşəng deyir.
Deyə belləri əlimə canı. Yüngül olsa, ağır olsa. Yaxşı. Həsən başçılarımız bizimlə yol bir olun. Gün də gedir. Gün hey batır, hey çıxır. Gün hey çıxır, hey batır. Bizim işimizi koruyur. Uşaqlar baxın, rəsmimiz düşdü bir dənə. Bunlar da kəndimizin analarıdır. Söhbətlər vardı. Xanımların da özlərinə görə müşkülətlər var. İstərlər özləri desinlər. Nənə Çeviz necədir? Yaxşısın inşallah. Salam çox xoş Allah gəldiniz. səlamət Çox eləsin. mutlu eləyibsiz gəlibsiz. Sağ olasınız. Səlamət olasınız. Bizim Dediniz ki- Behtaşımız elə var, amma döktürü yoxdur, iynəvranı yoxdur. Aha. Məsələn, bizdən mərzimiz olur, dururuq bizdən gedirik məsələn Xocuya. Vaxt olur maşın olur, vaxt olur olmur. Aha. Bu türdə mərzimiz olanda qalıq məhəllə. Məhdəl olur. Bəli. Bu da Yollarımız məsələn bu türdə kanetkeş eləməlidir məsələn. bəli. Ərz olsun ki, xanımların söhbət budur ki, bu Behtaşrəzada raciyə danışırdılar. Behtaşrəzada. Nə mənə çörəkxanaz yoxdur? Çörəkxanamız yoxdur. Ha, da özü yollarımız bişirmisiniz, düzəldi. nənə? Yox da pişirəmirik, qocalmışıq, yapanmırıq. Aha, istəyirsiniz ki, Bəli, amadə eləyə çörək bilsəz Allah olsun. sizdən Ki, razı olsun. Bəli. bəli, şəhər şəhərdə. Hər halda mənzurları, hala o çətinliklərdən əsaslısı budur ki, bir nəfər olsun. Mənə kəndinizdə qız xaylaqlarından məsələn diplomzat yoxdur, bir nəfər getsin. Xeyr, yoxumuzdur çətdə. Aha, oxuyan yoxdur. Yox, yoxdur. Hatta Aha. qədim oxudan yoxdur. İndi də məsəl Ha, indi də uşaqlar. Bəli. Bəli. Bir dənə məsələn diplom olsaydı, çətdə bir qız uşağı olsaydı, diplom olsaydı, mən Bəxşiranla danışdım, deyirdi bir dənə diplom qız olsa məsələn gəlsin, ağımızı verəcək, burada xanıya Behtaşlı dolandırar. Bəli, yoxdur inşallah ki, bu xırım-xırdı uşaqlar tez-tez oxuyun, qızlar tez-tez oxuyun, diplomunuzu alın. Gəlin burada hətta əgər kəndinizin öz döktürü özünüz olun. Yoldaşlar bir də gecə bura, o cavan oğlan, siz burasınız. Biləsiz bura, biləsiz bura. Ha, bu cavanlardan da bir söhbətimiz var. Yaxşısınız inşallah. Çeviz necədir? Əhvalca bu kəndin cavanısınız. Aha, evlisən, subaysan? Subayam xeyr. Ha, nənə, məsələn mənim zehnimə bizzat da çatdı. Bəli. Fikirləşdim çünki məsələn görürəm indi burada diplom yoxdur uşaqlardan falan. Bu oğlana bir dənə bir diplom qız alın. İnşallah. Yaxşı. Bəli. Diplom qız alacaqsan, qəşəng gətir burada həm xanıya Behtaşlı təhvil verək ona. Hə? Bəli, yaxşı deyirsən. Hə. söhbəti. Doğrudan deyirəm ha. Hə, inşallah. Qəşəng bir dənə diplom qız alacaqsan şəhərdən ya qonşu şəhərlərdən bizdən keçir. Gəlin bura. Həm bir xanıya Behtaşlı. Cavanlarımızdan da bu qalıb. Valla dərəmətsət yoxdur. Cavanlarımız çəkilib qoyub gedib. Burada cavan elə qalmış ki. Hə, qalmır. İş yoxdur. Ben hani məsələn, istədim o yolların müşkül bir altında- hesab həll Bəli, olmaq üçün bəli, deyirəm ha. bəli. Və Allah şahid məsələn bir gözaltın zadın olur məndən gileylənməyə. Hə, nənə yoxdur gözaltı zad Niyə olur. varı deyə? Var. Onu alma. Olan da. A istəmədi biz eləsən sonra inşallah bu qızlar. Qızlar öz oxuyun diplomu. Sabahları deyirlər ki, A Məhərrəm dedi bu cür oldu. Da qardaş mən bilmirdim ha. Nən Allah səlamət eləsin. Hə? Şey deyirdin? Yox. Hə? Ha, şey deyirsən? De. Sən deyirsən? Gəl burada de. Can burada de. Hə. Stanıyak. Ha, gəl sən deyirsən? Dərsə, mənəzmü tərtib, heç canı şəstə, hər dani, hə, şanqı yaxşı. Ha? Nə mənə? Rəsinə ən, yaqut hara, picidə baha, dərbuşə şünlər, pərverdiqara. Ha, təşvik. Nəmiş anaras, həm təşvik. Ay sağ ol. Yox, görün. Ərz olsun ki, Rizəli də ki var idi o Miyanada. Önlər söhbət edirdim, deyirdim məni təsmimi Kubran zadə elə bir yavaş-yavaş yiyişdirirlər. Bilmirəm indi o təsmimi Rizəli deyir baba, o zaman mən getdim özümü verdim soyuğa Miyanada. Fanızın indi biri neçədir? O Piranxabın bir uşağı olardı, indi 3500 tümən köynəsidir. Deyir o zaman mən yandırdım yağla, nəflə. Neçə yüz nəfərim mən bir yol canın necat verdim. Apardılar səhərəcən də döydülər, şapalaqladılar ki, sən qatarı niyə saxlayıbsan, onu da bilmirdilər da, məsələn qabaqda yol xarabdır. Deyir ki, mən o zaman əmniyyələr yiyişib bu, Rizəlin bətər taplayıblar ki, bu nə 10 çıxarırsan. Deyir xilasa, mən özümü verdim soğuğa, dərsimi yiyişdirirlər. Çaşı onda dərsini yiyişdirməyələr, öndən məndən bir dəttəşdi biraz. Yiyişdirmə, təsmimi Kubra deyil. Petrosu bayağı yiyişdirir. Onda deyirdi, bizə öncə dəyərləşirəm, Petros 7 sət vardı. Parmağın qoydu orada, nə məniyə, damcı damırdı, nə məniyə. Sonra təhqiq edib, görüb, dünyanın heç yerində bu cür bir şey yoxdur. 10 yiyişdirir. Birini də götürsən, görəsən. Ha, bunlar qoy bur. O birisini də götürəcəksən, dedə. Desin nə bu zirəng oğlanı da, ay sağ olasın. Bəli, gəl bura. Adın nə mənədir sənin? Ehsan. Ehsan, gəl bura. Ay Ehsan. Ay Ehsan. Bunların adını nə mənə deyərlər? Kərmə. Aha, kərmə. Əziz tamaşaçılarımız yanacaqdır çət yerlərində. O çət yerlərində ki, qaz gəlibdir. Bunlar da gedirlər bağ-bağata.
O çət yerlərinə ki, qaz hələ gəlməyib, deyəsən hələ qaz ki gəlməyib, hə? Xeyr. Hə? Xeyr. Gəlməyibdi. Qağan demir məsələn nə vaxt qaz gələcək, evinizdə zadca söhbət olur. Hə, olur amma gəlmir. Aha. Qaz gəlsə nə qədər rahatlaşacaqsınız? Çox. Çox niyə? Nəfti Çox. kim yandırır? Nəfti. Evdə kim gətirir o? Pışlarınızla nəft olur. Gecə məsələn qutulanda sənə deyirlər, də onu doldur gör ki, həyətdə. Hə. Hə? Hə. Ağır iş o. Hə. Ondan ağır iş yoxdur ha. Görürsən məsələn pıncın o şirin, yuxuyun o şirin yerində qutulur. Nəft qutulur, çəllərin nəfti qutulur. Hərə bir tərəfdə istəyir yatıb, o ona deyər, bu buna deyər. Oğlan aşırarsan üstü var. Oğlan aşırır. Heç kəs də boynuna tutmaz, axır sarırlar uşaqların başına. Elə mən özüm də oturdum. Sən onu gətirin, də gətirsin. Gücün çatar ya mən götürüm. Hə? Gücün çatmasa mən götürüm, hə? Yox. Bunlar təzət yerlər, yanacaqda zət istifadə edirlər. Yaman distisi olar bunların. Yaman distisi olar. Selamünaleyküm əmi. Əmi kevin necədir? Yaxçısın, ya Allah, ya Allah. Əhvalat yaxçıdır inşallah. Allah istəyir eləsin. Əmi mənə də bir yer eləyə bilərsin məndə bu. Xidmətinizdə olan bir iki də. Yavaş, sən yavaş qardaş. Nə var? Allah səni ifs eləsin. Yaxçısız əmi. Əhvalatı yaxçıdır inşallah. Allah istivar eləsin, Allah yox. Başın qarışdı mənə, tökdün. Nə edəcək? O mən də özüm, mən xəlvər yıxardım. Çox xəlvər yıxardım çət yerində. Yox, Vəlim düz. Əmin oturmuşuz burada gündə, hə? Bəli. Qəşəng istidir bura. Kəndin hər yerindən isti buradır. Neçə yaşınız var? Mənim təqribən 80 sinnim var. 80 sinin olar. Vəli zuva düşmüş. Əmi sizin 57. 57. Bəli. Hə. Özüm də düşmüşəm də, düşmə nədir olar? Yox, Yavallamışam. elhamdülillah. 80 neçə? 80 dolar sinnim. 80 dolar. Allah o deyərlər 100-dən də artıq ömür versin inşallah. Ömür Allah əlindədir də. Fikir xiyal az olsa ömür uzun olar, hə? Bəli, bəli. Yeyib içmək yaxşı olsa ömür uzun olar. Fikrə salihədir əməliniz. Evin çiftlərinin salihliyinədir çiftlikə. Əmi görürəm bura bir vəl uzaldıb sizə. Bu vəldir, bunu biləsiniz saxla. Amma bundan biraz tozih verəsiniz ki, bu nə mənədir, buna qədim nə mənə deyərdir. İstəyirəm bunu əziz tamaşaçılarımıza bir etcə tozih verəsiniz. Ay nə də ağır deyə. Doğrudan. Yaman ağır. Yaxşı, əmi buna nə mənə deyərdiniz qədim zaman? Buna, Biraz yuxarı tut, hə. buna vəl deyərik. Biz məsələn çöldən həşərin qabaq zaman, Aha. güc zamanı. Ha. Mən özümün dedim, 80 sinnim var. Heç əvvəldən bir qola geçərəndən güt əkərdim. Aha. Güt əkərdim. Onu əkərdik, çöldən dərərdik, gətirdik. Hərmində həşən salardıq. Bu iş öküz qoşardıq, bunu salardıq. Bunlarla və onun arına dardık. Dönərdik onu soğurardıq, qəlləsini ayırt Hə, elərdik. əmi sizin də yerinizdə xışəmiraz, həncəcü olar. Hə, biz elə bizim zamanımızda idi, xeş olardı. Əmraz məsələn, Həncə- həncətuva salardı. həncəcuva. Salardı. O bir dənə də ayrısı olardı. Xışəmiraz, həncəcua, Mala, doğanaq. doğanaq, sicimə salardı, Hə, sicimə salardı. doğanaq. onu. Deyiblər sizin nə qədər uzun olsa gəlib doğanaqdan rədd Hə. olar. Yaxşı. Amma bu da həmən vəldir, hə? Bunlar da onun Hə, pişrəftəsidir də. odur. Bir neçə bu fərqli vəldir də. Bir. Bunun ən əziz tamaşaçılarımız daşları olardı. Qədim bax bir. Daşlar. Bunlara nə mənə daşı deyərdiniz əmi? Çaxmaq daşı deyərdiniz. Bunlara çaxmaq daşı deyərdilər. Bir yol bunu biləsə, bunu biləsə. Sən güzəşdə, sənin gücün çat. Əmi güzəşdə yaman olmuş. Sən də bunu gətirdin bura bizə. Qoy otağa, onu apar qoy otağa. Hə, yaxşı, onu qoyaracaq. Yaxşı. Bunu ərz edirdim ki, bunun çaxmaq daşları olar. Bunlar çaxmaq daşlardır hər tamaşaçılarım. Bax bir çaxmaq daşıdır. Gördünüz? Bax, çaxmaq daşları, bunlar məsələn, hə, bunlar məsələn o həşə, biraz yuxarı tutamıdır. Bunları məsələn gətirərdilər, həşəmi kürsüdə tutardılar, bunlar daşdır. Onlar salmışlar həşəni məsələn, xırdaladır da, küləşi Hə. öküz ayaqlıydı, o da əzirdi. Əzir. Onlarla bir istifadə edirik biz. Bunlar da daşlar olardı, hə, qəşəng daş- daşlarla bucu vurardılar, daşlar salardılar, bu gedərdi bunlar. Hər halda tamaşaçılarımız bu haman vəl deyərlər, vəl ondan otururdu ki, məsələn bığdan yeyib dərərdilər, küləşi tökərdilər yerə, bunu bucur. Salardılar yerə beləsinə, yaxşı, aha, Hə, bu cür- beləsinə. Bu cür salardılar. Bunlar həmən sümbüllərin üstünə bucur, buradan da ipin salardılar, uşaq gələrdi, böyük gələrdi, durardı burada. Bu cür salardılar inəklərin boynuna əmi. Salardıq bura. Aha. İki öküz qoşardıq. Bir Hə. də belə balaca uşaq olardı. Belə balaca uşaqdı. Hə. Bir də çubuğla bu yol fırladardı. Ta bu küləş Ha, narınlarından. həmən dəndən küləşin tökülər yerə, sonra soğurardılar, sonra Onu beləsin ağ yel gələndə, meh yel gələndə. Gündə biri döverdik. Onu yığardılar, 2 gün, 3 gün yığardılar. Ondan sonki günü onu yel gələndə soğurardılar. Hələ yığ- Əmmə indi nə cürdür? İndi kumbayni gəlir İndi orada. də həzə bunlar yığışıb. Bunlar yiyişdə qaldı duvar dibində. Bunlar mütəəssirən. Orada nə gəlir var?
Hansı Əsas şərtdə indi lazım qalmışam, olsa, indi doğru. moizə lazım istəsə İndi də- verəcək bunlardan. Var. İndi də mənim sənətim yoxdur, qalmışam o var. Doğrudan. Hə. Da bazı şəxs də olsun da yəni. Bazı şəxs. Hər halda indi kombayni gəlibdi. Məsələn də vəsaitlər pişləft eləyibdi. Bunlar qalıblar duvar dibində. Hə, bəli. İndi bunlar moziyə diş verəsiz. Sizə moziyə məsələn tozu versinlər. Keçibdi ömrümün gənclik çağı. Sənin ətəyində zirvəndə dağlar. Yaddaş dəftərində zaman toplanıb, bağlanıb bir ağır pərvəndə dağlar. Könlüm ilhamını səndən alıbdır. Məcnun kimi səndə məskən salıbdır. Cavanlıqdan əmanətim qalıbdır. Küllü təpələrdə, dərəndə dağlar. Yadımdadır hər cığırın, hər izin. Yalyamacın, dərən, təpən, hər düzün. Kəhliyotun, baldırqanın yarpızın dərdimə son qoyur, dərəndə dağlar. Yalçın qayalardan qartalın səsin, gözəl kəhliklərin gözəl nəğməsi, axan şəlalənin xoş təranəsin, eşidəydim bir can verəndə dağlar. Daha qocalmışam, ağarıb başım, pambıq kimi olub kirpiyim, qaşım, atifəm, gəlmişəm bir həlallaşım, rahət olum, qəbrə gedəndə dağlar. Rahət olum, qəbrə gedəndə dağlar. Bəli, əziz tamaşaçılarımız, bunlar da həmən evlərdir ki, zəlzələ zətlər şurada dağıldılar. Yəni bunların yerlərin, çətlərin çoxlarında bu təzə evlər tutub. Bəzilərində də ki, evlər zədələ tikənməyiblər qalıb. Konneksdədir. Elə bu evin sahibi oradadır. Bax, qoy gedim, gəlim, yolu buradır. Bura evin yoludur. Gəldim, məsələn, buradan gəlirmişlər, gedirmişlər. Uçub dağılıbdır. Yol indi burada konneksdə otururlar burada. Bir nənəmiz var. Orada konneksdədir. Cəhrə ərir. Ya Allah. Selamünaleyküm. Hə, nə var, nə yox. Keyfiz yaxşıdır inşallah. Bəli, az tamaşaçılar. Salam, Hacı xanım, yaxşısınız? Allah köməyiniz olsun. Yun ərisiniz. Yun düdüsüz, hə? Aha. Bəli. Yun düdürlər. Burada anamız yun düdür. Elə həmən evçi görsətdim, oraydı. Oradan indi gəliblər bura. Konneksdə qalırlar burada. Bu qəşəng orada buxarısıdır. Burada da yundur, bu da cəhrəsidir. Nənə, mən deyim, bu cəhrə qədim cəhrədir, hə? Neçə il bundan qabağın olar? Çoxdanıncıdır elə bir. Çoxdanıncıdır. Çoxdandır. Aha. İndi o damdaşız ki, o tərəfdə uçubdur, bu konneksdə qalırsınız. İkisini qatıbsınız bir-birinə. Bəli, o cürdür. Hə, ikisində. Aha, fərsət toxuyursunuz. Bəli, Ya, toxumda məsələn- mən özüm toxumuram, uşaqlar toxumur. Aha, fəş toxuyurlar bunun yonundan. Aha, bəli. Bunlar əziz dostlarımız, həmən yunlardır ki, gedirlər qəşəng fəşlərin üstünə cəmaət alır, istifadə edir. Təbii fəşdir bunlar. Yəni bu fəşlərin fərşi fərş olar, ha? Yəni bu oradan elə yundurlar, qəşəng. Bu da daraqdır. Qədim daraqdır bunun. Görürsən, bunlar da indi yoxdur. Mən deyirəm nə, bunların da təzəsi olmasa, hə? Yox olar. Niyə olmur, olar mən deyim. Bunlar hə, çoxdanıncıdır. Qədimçidir, qədim daraqdır bunlar. Qəşəng yunu burada didirlər. Orada da cəhrədir. Onunla da əyirirlər. Nənə, ondan biz yəni əyircinən o yundan, əziz dostlarımız onu bir baxsınlar. Hə, qəşəng bu cür əyirirlər. Ta nə mənə o cür yun olur, dühçə olur. Onlara da dühçə deyərlər. Yəni yunçu qutular. Hə, nənə, dühçə deyərlər onlara. Hə, bəli, dühçə. Hə, dühçə, həmən dühçədir də, dühçə. Ki biz daha türk dilində biz o an biz bu yan dühçə deyirik. O da ki, həmən o da təsmi timerdir də. O maşından təsmi timerlər olar, qırılsa motor yanar. O bahis olur ki, bu da işləsin. Şair deyir ki, yayda anam çatmaları qurardı.
Hanasını uzadardı, burardı. Toxuyanda elə qılış vurardı. Güllü cecim palas tikərdi, evladının qayğısını çəkərdi. Anam işi yaman sevir görərdi. Əziz dostlar, qədim elə nənələr işləri sevir görərlər. Görürsən bunu burada, məsələn, cəhrən ərir. Bunu elə özünə fəqət iş eləmir. Görürsən elə biraz bundan ərir, qatır orada uşağın naharını da qoydurur, evi də bir süpürür, qoyunu da yetişir. Hər işi tez-tez, şıdırqı görür. Anam işi yaman sevir görərdi, cəhrəsini cızıldadıb sürərdi. O cəhrəni cızıldadıb sürərdi. Yun əriyib, dühcəsini döyərdi. Yumaqları qalanardı dağ kimi. Toxuyanda əriyərdi yağ kimi. Cəbələri, həkimləri, məndəndir? Cəbələri, kilimləri toxudu. Çuvalları, xurcunları çox idi. Çalışmaqda onun tayı yox idi. Tulluq çaldı, kərək yağı baş oldu. Qurutları şəhərlərdə aş oldu. Yəni analarımız yox qurutlar əmələ gətirirlər, onlar gedir şəhərlərdə aş olur. Sac üstündə anam yuxa yapardı. Qardaşım da hərdən birini qapardı. Qarğı minib kənd içində çapardı. Arxasınca qaçıb onu tapardım. Dilə tutub biraz alıb utardı. Sağ olasınız əziz dostlarımız. Qədim analarımız da sağ olsunlar ki, elə qocalsalar da, yaşa da olsalar da o işlərindən əl çəkmirlər. Elə çalışırlar. Ha o zindəcanlıqları dolansın. Sağ olasın, Allah köməyiniz olsun. Ay nədir bu? Enindən bir şapalaq vururam. Ay nədir bu? Bu ne? Utan. Bu. Yalandan yerə hürməsi var. Nədir? Selamünaleyküm. Ay qardaş, şefiniz necədir? Ya Allah. Yaxşısınız inşallah. Ya Allah, yorulmayasınız. Yaxşısınız. Həyətdir bura. Doğrudan. Həyətdir. İcazə var gələm. Ya Allah. Hardan gəlsin? Nənəmiz dildən orada cəhrə ərirdi ya. Cəhrə ərirdi. Cəhrəni o təşkilatınızdan dedim. Selamünaleyküm. Yorulmayasınız. Sağ ol. Mən də deyim mənə bax, gedir o tərəfə. Güzel şey bilirsən. Görürəm indi Çindir də, buna Çin deyərlər. Qədim Çin deyərdilər. İndi də bu cürsünə bərqi olubdur. Gəlir gör. Gündən neçə bal bu cür Çin ilə ot doğruyusuz? Gün olar 10 bal, gün olar 7 bal. Aha, 7 bal. Yox. Cavan. Onu bir dəqiqə bir irəzələ, onu bir dəqiqə irəzələcək yoxunu. Ha, o bərqdən vursan, o bərqdən yox, doğru da. Yox, güzel, cavanca yoxunu. Yaxçısan. Gəsən də bu. Keyfin yaxçıdır. Sağ ol, yaşa. Nə var, nə yox? Sağ ol. Gördüm orada qağa köməkli edirdin, hə? Allah hiss eləsin. Hesab muvazib ol, ha? Çətindir o, xətərnakdır. Bu, indi məsələn payız fəslidir, yavaş-yavaş qazda da olur. Qoyunları hərdən bir çıxardınız dağlarınıza da. Su açarıq da, dağlara çıxmaz yox. Qoruğunuz Soğuk yoxdur. olur, yox, qoruğumuz yoxdur. Çətdən bəzində güneyləri qoruq elərlər. Yox, burada Belə yox. zamanlar görürsən ki, saat 12-dən 11-dən ötürürlər, 1-2 saat ötürürlər ki, hep qoruqda otlar. Var isin yoxuz da. Bizim yoxdur. Hə, qoruq olmaq çox yaxşıdır. Qoruğun olmaq çox yaxşıdır. Gəl bura. Sənin keyfin yaxşıdır da dedin. Allah çox. Neçəni oxuyubsan? Mən diplomam. Diplomsan? Hə. Aha. İndi sərbaza getməyibsən elə? Xeyr. Bən niyə getməyibsən? Da təkdir, biri o xidmətdədir. Kifayət alıbsan? Yox, xeyr. Hə? Almamışıq. Biri xidmətdədir, da bir iki günə gedəcək. Ayın birində geysən də. Hara düşübsən bilirsən? Xeyr. Hə? Xeyr. Yox. Sərvatçılıqda inşallah ki, getdin canımı bərkidəcəklər. Düşübsən, neçədə yuxudan durar indi səhər? 6-da. Ha, orada 2 saat yarım tez duracaqsan. 3 yarım 4-də durursan qəşəng. Ha durasan o yeri uzadıb ankar eləyəsən, pətini zad açasan. Sübhanə əlində kasa geyib orada nobiyə durursan. Geçdi o 5-in paşo. O 5-in paşolar qəşəng ki. Çünki mən sənə vaqiət deyim, mən özüm sərbaz etmişəm. Sərbazçıda təşviq bərayi həmədi, tənbih bərayi 2 nəfərdir. Yəni vaqiətdə bunu geçsən deyəcəklər, hə? Oldu. Tərsə dedin, tərsə dedin. Tərsə dedin. Tərsə dedim. Təşviq. Təşviq bir nəfəndir, tənbih hamı. Tənbih bərayi həmə. Yəni hamıncıdır, hamıncıdır.
Bunu zehnində saxla, bildin yəni? Bəli. Özdə ikinci əyi sərbaziyyət etsin, 60 il fəqət xatirə təhvil etsin. Hər vaxt bekarçılıq oldu, ya xatirə təhvil etsin. Mən özüm o xatirələrimdən indi deyəm ha. Yəni bərnamə də olar. Bərnamə də də demirəm. Amma yorulmayasınız. Allah köməyiniz olsun. Sən də inşallah Sərkar get evləncinə. İnşallah evləndirəcəksiniz ha. İnşallah. İnşallah, inşallah. Allah xoşbəxt eləsin. Toy çağırarsan bizi də. Bəli, əziz tamaşaçılarımız, biz necə deyib, agət bizim şimdi şəhərlərdə hamının başı bir cür şuluqdur. Hamı qaçır, elə hamı səhər qaranlıqda çıxır gecədir, qaranlıqlarında gəlir evə, heç zətdə yoxdur. Görürsən, xəstə xəmir yetişir evdə, yatır səhər bir də durur gedir. Çət yerlərində də, bəzilərində də elə olcur, bəzilərində olcur da. Görürsən, qış günləri zətdə kişi bir azalır, görürsən, famil evinə gedir, qohum-qohumun evinə otururlar. Bu günləri biz bu çətdə soruşduq, bala, nəzirdir, kürsüz var? Dedilər, yoxumuzdur. Dedi, yerin qaçın bir kürsü qurun bizə. Deyirlər, baba, indi kürsü nə olar? Dedi, birini qurun, istəyir, yox, qədim kimi oxşadaq. Deyirlər, baba, bura təzə damdaşdır, təzə demişik, dedim, yoxsun, heç deyilməz. Millət hamısı yerində oturub kürsüdə. Kürsümüz yalancıq da, özümüz qurmuşuq. O moduna görə qurmuşuq. Gel, yora sizə bizlə yol bir olun. Sən də kevin yaxşıdır. Sənin də başmancıq olub, mənimki də sıx olub. Qoy bura, niyə, qoy qalsın orada, gəl götürür. Əziz tamaşaçılarımız gəldi, bu da kürsümüz, kürsüdür, qurmuşuq. Qədimi məsələn, yansılayırıq da, indi da kürsü zat yoxdur ki də. Biz bunlar istəyirik məsələn, deyə, kürsü olardı, qədim. Var ha, şəhətlərin çoxunda var. Onlara da hələ getməmişik. İnşallah ömür oldu, qismət oldu, gedəcək. Söhbət bundadır ki, qədim elə bu cür yiyişardılar. Axşamları kürsüdən dövrəsində söhbət edərdilər. Familin evindən, qohumun. Görədin, gəlgət olardı. İndi kimdə? İndi bayramdan bayrama gəlirlər, aynı də. Bəli, əziz tamaşaçılarımız dedik, oxuduq. Amma indi elə burada, indi də bu kürsünü elədik, mizi müzakirədə. İstəyirik bir müşkülatımızda burada bir bərrəs eləyək. Görək, bu kəndi müşkülatı nə mənədir? Biz bununla belə ki, məsələn, xoşgillik yaralarıq, çətlərin elə çətinliklərindən də söz açarıq da, hə? Görək nə mənədir çətlərin, müşkülatı nə mənədir? Məsullar eşitsinlər, uzaqda, yoxunda olan məsullar eşitsinlər. Görsünlər nə mənə var? Yax. Mən xidmət sizdən kəndinizin o müşküllərindən söhbət açsın. Bəli, bismillahirrahmanirrahim. Bizim müşküllərimizdən ümdəsi çoxdurlar, bəli, bir dənəsini mən mətrəh eləyirəm. Yoldaşlarımız da yenə xidmətçidə vardılar. Bizim bir dənə hər o qədimdən deyiblər, ölkən uzun olsa doğanaqdan keçər. Bizim bir dənə yolumuz var, yolumuzun pişlər vardı ki, orada müşkülümüz var. Özünüz də gələndə gördünüz, təzə biraz yetişmişik. Bəli, o yetişmək bərə bitirməz. O at tərəfdən qardrail istəyir, üstəndəki dağ gəlir. Oradan da bir dənə sədd istəyir ki, onun qabağını alsın. Keçən günlərdə də bir dənə leysanımız orada elə deyirranıb. Allaha çox şükür ki, ranəndəsinə bir şey olmayıbdır. Bəli, leysan özü korranıb. O bir dənə də, neçə dənə o cür müşkülümüz var idi, o cür qabağa gəlib ki, ümdəsi də biri də budur. Çox təşəkkür edirəm. Məşə Məhəmməd, sizdə elə deyirsiniz bir sözüm var. Nə mənədir sözü? Bəli, bizim müşkülümüz bərqidəndir. Bizim qəblən bərqimizi ki, bu şəhərək tərəfindən veriblər. Bizim mülkümüz, əksəriyyəti bu əldə. Yol tərəfindən. Bərziqan yolun tərəfində. İndi oradan biz qalmışıq müşküldə. Bərqilərziyan oradan gətiriblər. Bərgilərimiz şəhərək tərəfindən gəlib. Yolundan gəlməyib da. Yolundan gəlməyib. Mənzuru budur, əziz tamaşaçılarımız. İndi mənzurumuz odur, məqamlara yetirəsiz, bizim bərgimizi vəsl eləyələr Bərziqan yolunu. Sizə mənə deyirsiniz, bu yalancıqdır. Bəli, məni tər bürüyüb ha. Bugün istisi var axı. Təndiri yoxdur aşağısında. Təndiri yoxdur. İsti gəlir bununla. Amma bizə yanaşın, bu istisi var bunun. Sən ölmə, təndirdən. Oğlum götürüm o, çay bir götürüm mü? Çay götürüm mü? Ha. Qoğuzun görüm, ola bir qoğuzun görüm. Ha, yavaş ol, yavaş ol. Ha, deyirəm ama bulanın istisi də, pıncı yığıbsınız. Qışlığa yığıblar bura, istiləyə burada.
Əziz tamaşaçılarımız, Çət yendilə burada 5-ci kəndində dolanırdı. Gördük evlərin birinin qabağından rədd oldu. Gördük yaman bir xoş iy gəlir. Məşəylərdən soruşum, Məşəylər bu ev kimindir? Dedi ki, öz evimizdir. Dedim, qəşəng iy gəlir. Dedi, hə, evli uşaqları aş pişiriblər bu cür. Dedi, gedək bir qızışaq sizdə. Aş üçün, ha, dedim. Dedim, gedək bir qızışaq. Dedi, gedək qızışaq. Gəlmişik qızışmağa. Qızışmağa gəlmişik. Məşəydə yoxdur cəddin, ha, bizi bura. Bəli, buyurun aşdan için. Əlləriniz ağrımaz. Çörək də budur Sağ burada. olasın. Çay Allah- hazır. Allah hifz eləsin. Hə, nənəsinin kefiz necədir? Keyfin yaxşı. Bura ilə gedirdik məşəydən elə çətdə dolanırıq bu günləri. Aşın iyisi biçəyim 6-7 küçə o tərəflik gəlirdi. Bəli. Buna nəmən aşı deyirsiniz? Buna quru daş deyək. Hə, nənə, quru daş. Bəli. Quru daşı deyirsiniz? Bəli, quru daşı deyərik. Allah səlamət eləsin. Bu da ki, bunun soğan dağıdır da, soğan dağı. Soğanla dağırlar, kəhlotunla. Tökərik qabın üstündə, aşın üstünə. Aha, hər hənciyin üstünə o yağından, aşın soğandan, üstünə tökərik. kəhli otundan. Qəşəngdir. Mən indiyəcən eşitməmişdim soğan dağına kəhli otu. Yəni görməmişdim, yalan deyənmərəm ki. Bir yol. Nənə, Bəli. bu indi quru daşın nəmə nə pişiribsiz? Nəmə nə vurubsiz buna? Onu ayranla çürüdərik. Ayran- Ayranı çürüdərik. Tökərik torbaya. Qaydarıq, onu əlimizdə bərşidərik. Hə. Duz səpərik. Qəşəng bərşidərik. Budur elərik. Aha. Yumurlarıq. Qoyarıq günün qabağında qurur. Aha, qurut quruya. Hə, qurur. Qaydarıq, qurudanda əzərik. Hə, seyində əzizsiz. Hə, da əzərik. Qaydarıq budur aşım pişiririk. Dənin, duşun pişiririk də günləri. Onu da tökərik o dən duşun üstünə. Aha. Sizin kimi qonaqlar bəyənsə meyl elə. Allah zarmasın nənə. Çox sağ olasınız. Bəli, əziz tamaşaçılarımız. Bunlar məhəlli qəzadılar. Sağ olasın nənə, əlləriniz ağrımasın. Xala bir yol bu aşı illə neçə pişirəsiniz məsələn? Yayda çox pişirəsiniz, qışda çox pişirəsiniz. İldə 2 seyri. Hə? Qışdan qışa. Qışdan qışa. Qışdan qışa pişirirsiniz. Hə, bəli. Gəzərik, dönərik, pişirik. Aha, qurud. Əziz tamaşaçılar, bu qurudun bətər mənfəəti var bədənə. Bilmirəm nə daha gərək mütaliə eləyəm və eşitmişəm ki, qurudun bədənə mənfəəti vardı, xeyri vardı, xas vitaminləri vardı. Deyirlər sümüyü bəlkidir, bilmirəm. Sümüyü deyirlər bəlkə. O əl ki, ha şaqqıldır, qışçı şaqqıldır, qurud dərmandır. Yaxçı qurud ha, məsnoi qurudlardan. Yox. Nənə, bu kasalardan bir dənə zəhmət daha. Onlardan ay sağ ol. Ay sağ ol, ay sağ ol, ay sağ ol. Yaxşı. Nənə zəhmət deyirlər bundan. Biraz məşəydərə, biraz mənə çəkəsiz məşəydərə, çasarsınız. Ay sağ olasın məşəydər. Allah qəbul eləsin. Elə biz də çoxdan deşmənində qurudaşıq. Əziz tamaşaçılarımız, bu çörəklər ki görürsünüz, burada yapılır. Hər kəndin özünkünün bir xas, deyərlər, nəcür deyərlər, dəbləri olur, rəsmləri olur. Məsələn, acib, qəşəng çörəklər olur, belə, mən bir sözü deyirəm, siz bir sözü eşidirsiniz. Şəhər çörəklərindən fərqli olur bunlar. Bilmirəm indi havadandır, bilmirəm sudandır, nə mənədəndir, qəşəng olur. Yaxşı, nənə? İstəyirəm buyurasınız ki, indi siz məsələn bu çət yerində qış günləri ev eşiyi içində nə işləriniz olur, fəşdə toxuyursunuz, nə edirsiniz, nə iş görərsiniz? Əməl aşın fəş toxuyar, heyvanata ağasına köməklik eləyən olar. Fəşi toxuyursunuz bacı, o heris fəşindəndir. Yox, heris fəşdə. Heris fəşi toxumasınız. Xeyr. Nənə, nə cür fəşlər olar burada? Cis fərş olur. Cis fəş olar? Cecimizə toxuyan olar burada? Xeyr, burada elələr. Qədim toxuyardılar. Qədim toxuyardılar. İndi də cis fəş toxuyurlar. Nə cürdür bu cis fəşlər nə cürdür? Məsələn, dəramədi gəliri nə cürdür? Mənfəəti olur sizə toxuyanda. Niyə toxuyanda olur mənfəət? Aha, bu təndirlər ki var burada. İnşallah gün o gün olsun ki, qaz olsun. Bunlar da qəşəng rahatçılıq açasınlar. Əziz tamaşaçılarımız ver mənə, bunları da bir gətir ver mənə. Əziz tamaşaçı, get. Ay sağ olmuşam Məhəmməd. Qoy bura. Ay sağ olasın. Bəli, əziz tamaşaçılar, bunlar da gəlin uşaqlara caizədir. Sağ olsunlar, kənd uşaqları
var olsunlar. Uşaqların, kənd uşaqları zirənc olur ha. Doğrudan deyirəm, kənd uşaqları inşallah bunların və hesab gələcəyini təmin eləyə bilək. Bunlar döktür, mühəndis, müəllim, hər nə mənə zehninizdən geçir. Sabah görürsən Amerikan təyyarəsini yendirdilər yerə. Yaxşı, uşaqlar qəşəng başmaqdırlar bunlar, qış başmaqdılar. Qış başmaqdılar. Qəşəng geyin, qaçın dağda, daşda o yana bu yana. Bu da bulanınkidir. Yaxşı, qoy elə beləsinə. Təşviq elən. Ay maşallah, al. Tez, al. Alın, mən təşviq elən. Əziz dostlarımız, əziz tamaşaçılarımız, bugün də bərnaməmizin burada axırına çatdı. Beşir kəndindən Heris Hərbçilərinə tabi olan bir daha kənd idi. Bəh, nə mənə verim? Maşın, olsun, bir dənə maşın buna verim. Əziz tamaşaçılar, gələn görüşə kimi hamılarınızı Allah'a tapışır, sağ qalın, salamat yaşayın, yavaş-yavaş qarda başladı. Yenə bu kət yerində qar başladı. İnşallah ki, qarı həmişə çox yağsın, bərəkət olsun. Yağışdır, qardır, bunlar bizə bərəkətdir. Ölkümüz xatimdən uşaqlar, qəşəng baxın, rəhtimiz düşsün. Baxın ora, hamımız. Şabakə Mustanad